Almaniyanın paytaxtı Berlində dünyanın ən böyük turizm sərgisi öz işinə başlayıb. Ənənəvi olaraq hər il yeni turizm mövsümü ərəfəsində açılan 3 günlük sərgidə Azərbaycan da milli stendi ilə iştirak edir. Avropa büromuzun müxbiri Şahin Abbasovun göndərdiyi sujeti izləyək. Turizm qeyri-neft sektorunda ən gəlirli sahələrdən biridir və Azərbaycanda da bu sahənin inkişaf etdirilməsi istiqamətində planlı işlər görülür. Elə beynəlxalq sərgilərdə təmsil olunmaq, Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək də bu işlərə daxildir. Avropanın ən böyük turizm sərgilərindən olan İTB Berlin sərgisində belə gözəl Azərbaycan stendini görmək çox xoşdur. Ondan da xoş olanı isə stendimizdə Qarabağ turlarının da təklif olunmasıdır. Stendimizdə Azərbaycanda turizmlə məşğul olan firma və şirkətlər bir ad, Azərbaycan adı altında birləşərək bu sahədə öz xidmətlərini təklif edirlər. Ümumi təşkilatçılığı isə Azərbaycan Dövlət Turizm Agentliyi və Turizm Bürosuna aiddir. Rəsmi açılışda da hər iki qurumun, eyni zamanda Almaniyadakı diplomatik korpusumuzun rəhbərliyi də stendimizə baxış keçirdilər. Sərgiyə gələnlərə isə ediləcək maraqlı təkliflər çoxdur. 13 tərəfdaşla birlikdə qatılmışıq. Bu tərəfdaşların içində yerli DMC-lər, otellər, otel qrupları qatılmışdır. Məqsədimiz odur ki, Azərbaycana gələn turistlərin sayını artıraq. Onun üçün İpək yolu marşrutu, bundan sonra gastronomiya, sağlamlıq turizmi, eyni zamanda biznes turizmini turizm şirkətlərinə təqdim edirik. Adətən bu cür sərgilərdə təkcə potensial turistlərlə deyil, həm də turlar təşkil edən firmaların nümayəndələri ilə də görüşmək, danışıqlar aparmaq imkanı yaranır ki, stendimizdə də onlara geniş məlumatlar verilirdi, işbirliyi təklif olunurdu. Biz kiçik qruplara turlar təklif edirik. Yəni bu insanlar bizə həm seçimdə, həm də təşkilati işlərdə təhlükəsiz yerlər barədə etibar edirlər ki, bu da bizim üçün çox vacibdir. Azərbaycan haqqında son illərdə tez-tez eşidilir və insanların marağını cəlb edir. Güman edirəm ki, maraqlı işbirliyi qura biləcəyik. Azərbaycan Avropalı insanlar üçün maraqlı ölkələr sırasındadır. Düşünürəm ki, sizin turizm şirkətləri ilə işbirliyimiz faydalı olacaq. Bizim müştərilərimizə Azərbaycanda göstərəcək çox şeylər var. Böyük İpək yolu, tarixi yerlər, milli yeməklər və s. Onu da əlavə edək ki, 190 ölkənin təmsil olunduğu Berlin turizm sərgisi daha 2 gün davam edəcək və bu günlər ərzində ümumilikdə 100 mindən artıq iştirakçını özünə cəlb edəcəyi gözlənilir. Şahin Abbasov, ATV-nin Avropa bürosundan Berlin, Almaniya.